Salam aleyküm dostlar. Bugün sizlere GTA Baku 2025 APK modunun yeni versiyasını göstereceğim. Oyunun yükleme linkini videonun rəylər, yəni kommentlər bölməsinə əlavə eləmişəm. Oradan oyunu yükləyə oyunu yüklədikdən sonra buradan girirsiniz xəritəyə. Buradan qalxırsınız yuxarı. Bax buranı işarələyirsiniz. Fərqi yoxdur, bu şəhəri istənilən bir yeri işarələyirsiniz. Sonra çıxırsınız geriyə. Burada mod menümüz var. Bunu açırsınız mod menünü. Bunu böyüdürsüz istədiyiniz boyda. Bu balaca qırmızı yerdən tutub istədiyiniz boyda böyüdə bilərsiniz. Buradan ölümsüzlüyü və sonsuz zırhı aktiv edəndən sonra burada yeni şəhərə atla var. Ona basırsınız, atlayırsınız yeni şəhərə. Yeni şəhərə atlayandan sonra burada oyun bölməsinə girib burada polis səni asla aramaz aktiv edirsiniz ki, narşeniyalar silinsin ki, burada rahatca oynaya biləsiniz. Ondan sonra burada hızlı saatimiz var. İstəsəz hızlı saat edə bilərsiniz. Məsələn, qaranlıq modda gecə vaxtı gündüz eləmək üçün hızlı saatı aktiv edirsiniz ki, gündüz olsun. Bundan sonra günəşli hava qoya bilərsiniz və buradan istəsəz jetpack seçə bilərsiniz ki, belində bir belə deyək də nitro kimi bir şey əmələ gəlir. İstədiyiniz yerə uçub gedə bilirsiniz. Sonra burada görəv atla var. Bunu ən axırda göstərəcəm. Buradan silahları seçə bilərsiniz. Sonsuz zırh, cephanə və s. də var burada. Nəsə siz seçə bilərsiniz və buradan da silah seçici var. Məsələn, minigun seçə bilərsiniz və yaxud da ki, Uzi seçə bilərsiniz. Hansını istəsəz seçə bilərsiniz, fərqi yoxdur. Bundan sonra göstərim maşın necə seçə bilərsiniz və hansı maşınlar var. Burada baxın, araç qaldıra basanda bütün şəhərdə nə qədər maşın var, hamısı silinir. Bir dənə sizin maşınınız qalır, yəni siz sürə bilərsiniz. Sonra buradan araç su üzərində hərəkət edir. Bu yəni suda getmək üçündür. Bunu aktivləşdirib su üzərində maşın sürə bilərsiniz. Tank modu və araç asla patlamayan araç. İndi bunları da sizə göstərəcəm. Buradan araç seçiciyə basırsınız. Buradan məsələn hansı maşın, məsələn Admirala basırsınız. Məsələn bu BMW gəldi. Bu hər dəfə fərqli maşınlar olur, çünki fərqli modlarda fərqli maşınlar olur. Bir də sizə bunu da göstərim. Bax buradan xəritəyə girdiniz yenə. Bax buradan ayarlara. Ayarlara girəndən sonra optionsa bastınız. Buradan ikinci, bax game bölməsini seçirsiniz. Bu heavily yazıb ən birinci və trafik modunu eləyirsiniz light. Və vehilə kamera height var. Bunu da eləyirsiniz low. Bu başqa burada heç nəyə toxunmursunuz. Çıxırsınız geri. Buradan da istəsəz bax bu ən birincisinə girirsiniz kontrol bölməsinə. Buradan da change button pozisyona basırsınız. Buradan nəyi hara istəsəz dəyişdirə bilərsiniz. Buradan da vehiləyə seçirsiniz. Nəyi hara siz qoya bilərsiniz. Yəni istəyə görə. Buradan yaddaşı vurdunuz, çıxdınız. Buradan da istəsəz ayarlardan yenə qrafikanı dəyişdirə bilərsiniz. Əgər telefonunuzda oyun donursa, qrafikanı dəyişdirə bilərsiniz. Buradan da audio bölməsindən radionu azaldıb çoxalda bilərsiniz. Maşın səsi və yaxud da radio. İndi buradan çıxaq geriyə. Buradan sonra nəyimiz var? Burada istəsəz maşın rəngini də dəyişdirə bilərsiniz. Bax burada araba rəngində hansı rəng istəsəz qoya bilərsiniz. Sonra burada hansı maşınımız var seçək. Buraya basaq görə hansı maşın gəldi. Məsələn Hyundai. İstəsəz Hyundai götürə bilərsiniz. Sonra görək nə maşınımız var. Araç qaldır bölümü aktiv eləyəndə, məsələn maşının biri götürəndə digəri silinir. Yəni bu modda oynasaz oyun daha rahat olacaq sizin üçün. Amma araç qaldırsız oynayanda biraz oyunda donmalar çox olur, amma araç qaldır aktiv olanda daha yaxşı olur. Bir də bu şəhərdə ona görə gəlin ki, o birinci şəhərdə qalanda tekstura gedib gəlir hərdən bir, yol zad gedib gəlir. Amma bu şəhərdə oynayanda daha yaxşı olur. Sonra məsələn bax yeni bir Nivamız var. Nivanı da sizə göstərim. Fərqli formatda fərqli Nivamız var. Bunda yeni rəngin istədiyiniz rəngdə dəyişə bilərsiniz. Sonra görək hansı maşınımız var. Buradan Sentinel. Oyunda qısa donmalar ola bilər. Yəni o maşını seçəndə qısa donmalar olur, amma oyun hərəkət zamanı heç bir problem yaşamırsınız. Baxın fərqli bir 07'miz var. Sonra nəyimiz var burada? Premo'ya basaq görək hansı maşın gəlir. Bu BMW. Yox, bu şeydir. Hyundai Cruze deyəsən bu. Yox, Chevrolet Cruze. Burada da Chevrolet Cruze'dur. Bu maşını istəmişdilər izləyicilərimiz. Sonra başqa bir maşın var. Blade. 06'mız var. Bunu rahatca təkərzat da qaldıra bilərsiniz. Sonra nə maşın var? Baxaq. Elegant. Chevrolet Cobalt.
Bu da var. Sonra görək nə maşınımız var. Washing. Ha, bir də belə var. Bunu deyəsən Mercedes-in hansın şeydə adı yadımdan çıxdı bu maşının. Bir də bu var. Maşınlardan hələ ki budur. Amma tez-tez modlar dəyişir də. Yəni modlar fərqlidir. İstəsəz YouTube kanalımda digər modları da baxıb yükləyib qurub oynaya bilərsiniz. Bir də sizə burada göstərim. Missiya atlama var. Bu görəv atla. Buradan yenə qayıdaq birinci şəhərə. Düz bura. Bastıq, getdik ora. Görəv yeni şəhərə atlayaq. Buradan girək missiyaya. Buranı da keçək. Araç qaldır, deaktiv edək. Mən video zətdə çəkirəm deyənə biraz oyunda donmalar çox baş verir. RAM zət hamısı yüklənir də, ola bilsin, amma siz elə bir problem yaşamayasınız. Amma bu buton aktiv olmayanda, yəni video çəkməyəcəyim müddətdə çox rahatca oynaya bilirəm. Bunun da bu reklamları olmaya da. Buradan da yine mod menü açırsınız. Buradan oyundan bölməsindən oyun görəv atlaya basırsınız. Missiyanı keçmiş oluruz. Bütün missiyaları bu şəkildə keçə bilərsiniz, amma bəzi missiyaları keçmək olmur da. Bəzi missiyaları nəyəsə görə keçmək olmur. Buradan yenə istəsəz, maşının hansı istəsəz götürə bilərsiniz. Bir də orada bir şifrə var. Görürsünüz aşağıda şifrə yazılıbdır. O şifrə də bu videonun içərisində götürə bilərsiniz. Videonun oyunu yükləməsi, həm də qurulması videosunu da yenə rəylər bölməsinə əlavə eləmişəm. O videoda baxmağı unutmayın ki, oyunu daha rahatca yükləyib qurub oynaya biləsiniz. Videomuz bu qədər idi dostlar. Növbəti videoda görüşmək ümidi ilə sağ olun.